Salam, hər vaxtınız xeyir olsun. Biz İskəndərnamə poemasından İqbalnamə hissəsini öyrənməyə davam edirik. Bugün baxacağımız ilk hissə İskəndərin şimala çatması və Yəcuc səddini bağlaması olacaq. Gəlin, baxaq görək, bu hissədə nədən bəhs olunur. Deyilir ki, yayın ən şiddətli isti çağında, daş muma dönəndə gün qabağında, İskəndər gözündən qovub yuxunu, istədi xırxıza çəksin qoşunu. Deyir, yayın çox şiddətli çağında, hətta mübaliğəyə baxın ki, deyir ki, daşın muma çevrildiyi vaxtlarda İskəndər istədi ki, öz qoşununu xırxıza çəksin. Xırxız deyəndə xərkiz nəzərə tutulur. Bəs bu xərkiz haradır? Xərkiz Orta Asiyada əla müşk istehsal edən şəhərdir. Və bu Xərkiz şəhəri indiki Qırğızıstanın ərazisinə təsadüf edir. Yəni, belə deyək də, müasir dillə desək, müasir yer adından desək, İskəndər məhz Qırğızıstana, bu Xərkiz şəhərinə, burada Xırxız deyə qeyd olunub, bu şəhərə qoşun çəkmək istəyir. Şah vida elədi Çin xaqanına, xəzinə var dövlət bəxş etdi ona. Baxın, bizə bəlli olur ki, demək ki, İskəndər Çinə gedibmiş. Ümumiyyətlə, İskəndər birinci hissədə işğal etdiyi ölkələrdə indi din təbliğ edirdi. Gedib Çinə çatmışdı. Yolu rəvan oldu, Çini tərk etdi, qoşunu səhraya doğru yönəltdi. Deməli, Çini tərk edib, qoşunu səhraya doğru yönəldir. Bəxtinin təblini çaldırıb yenə yetişdi məşriqdən şimal həddinə. Keçdi o çöllərdən, axan qumlardan, nə uçan quş gördü, nə də bir insan. Qarşıda parlayan düzənlik vardı, qumları nur saçar, par-par yanardı. Demək ki, artıq məşriqdən şimal həddinə yetişdi və səhralıqla gedirlər, çöllərlə gedirlər və çox qəribə bir səhra görür. Görür ki, bir düzənlik var. Bu düzənlik sanki nur saçır. Düzənliyin qumları sanki nur saçır, par-par yanır. Bələdçi dedi ki, burada gördüyün qumlar başdan başa gümüşdür bütün. Buradan sən o qədər götür xəzinə, qoşunu salmasın yolda çətinə. Qoşundan bilməsin bunu bir nəfər, ağır yük götürüb əldən düşərlər. Və bələdçi İskəndərə deyir ki, bu səhrada gördüyün qumlar başdan başa gümüşdür. Sən istəsən bu gümüşdən özünə xəzinə götür, yəni çuvallara yığ, götür, yəni necəsə özünə xəzinə götür, ancaq o qədər götür ki, bu götürdüyün xəzinə sənin qoşununu yolda çətinə salmasın. Yəni, sən çox götürsən, əlbəttə ki, onu daşımaq sizin üçün çətinlik yaradacaq. Və eyni zamanda deyir ki, qoşundan bunu heç kim bilməsin. Çünki əgər qoşundakılar bilsə, onlar, yəni insan axı hərisdir, onlar çox yük götürəcəklər və bu da onları yolda əldən salacaq. Şahınsa çox idi saf qızılları, odur ki, baxmadı gümüşə sarı. Ancaq ki, nə eləsin? Yüz gəldi tama, bir neçə dəvəni yüklətdi padşah. Və əslində İskəndərin qızılı çox idi. O gümüşə tama salan biri deyildi. Amma deyir, neynəsin? Tamah yüz gəldi və bir neçə dəvəni gümüşlə yüklətdi. Baxmayaraq ki, qızılı vardı, yenə də insan xisləti. Yer kimi keçsə də yolu çaparaq, qalxmırdı havaya nə toz, nə torpaq. Bir həftə qonmadı toz paltarlara, çünki başdan başa gümüşdü ora. Deyərdim, bu yerlər iki hissə idi. Torpağı gümüşdü, suyu civə idi. Nə gümüş üstündə dincəlmək olar, nə civə su kimi içməyə yarar. Bir ay yol getdilər onlar bu sayaq, öldü susuzluqdan bir çoxu ancaq. Gümüşlü çöllərdən keçərək yenə gəlib yetişdilər vətənlərinə. Demək ki, onlar bu yerlərdən bu gümüş qum olan səhradan keçəndə toz qalxmırdı. Axı yerdəki qum deyil, gümüşdür, ona görə toz qalxmırdı. Fəqət bu yerlərin bir qüsuru var idi ki, bu yerlərin suyu civəli idi, içmək olmurdu. Təsəvvür edin ki, gümüş səhrada yol gedirlər, bu gümüşün üzərində dincəlmək olmur, içməyə də su yox. Ona görə də susuzluqdan bir neçə adam dünyasını dəyişdi. Düşdülər torpağa yorğun natəvan, torpaqda dincələr torpaqdan olan. Gördülər qarşıda bir düşərgə var, zülmətdə günəş tək par-par parıldar. Qabaq qarşı duran dağda bir qala tutmuşdu başını göyə vüqarla.
Qala arxasında bir dağ da vardı, belində kəməri sarp qayalardı. Orada Peyğəmbərə etməyib beyyət, bir tayfə yaşardı, sakit, səlamət. Onlar ilham alıb böyük Tanrıdan, özləri olmuşdu Allah tanıyan. Və onlar bu gümüş səhranı keçdilər, nəhayət ki, qum olan bir yerə gəldilər, çatdılar və deyir ki, torpaqdan yaranan elə torpaqda dincələr. Nəhayət onlar dincəlmək üçün bir yer tapmışdılar. Və görürlər ki, qarşıda bir düşərgə var. Bu düşərgə par-par parıldayır. Və onlarla qabaq qarşı duran dağda bir qala var. Və bu qala çox hündürdür. Deyir, başını göylərə vüqarla tutmuşdu. Qalanın arxasında da bir dağ var idi. Və oradakılar deyir, Peyğəmbərə beyyət eləməsələr də sakit və səlamət yaşayırdılar. Özləri Allah tanıyan olmuşdular. Onlar İskəndəri pak sifət görəcək, qəbul elədilər bir Peyğəmbər tək. Bilikli, adil bir hökmdar kimi qəlbləri bəzədi onun təlimi. Deyir, onlar İskəndəri görən kimi onun Peyğəmbərliyini qəbul elədilər. Bu adil hökmdarın təlimi onların qəlbini bəzədi. İskəndər onlara haqqı göstərdi, din, bilik, mərifət çox şeylər verdi. Şahı mərhəmətli qayğıkeş görəcək, açıb dərdlərini umdular kömək. İskəndər görən kömək umur, dərdi açılır. Görək, bəs bu tayfanın İskəndərdən hansı istəyi olacaq? Onlar nə kömək umurlar İskəndərdən? Deyirlər ki, ey qəlbi şəfqətli aqil hökmran, muti qullarından gəl ol pasiban. Bu dağdan o yana vardır bir diyar, sonsuz bir səhradır, sərt qayalıqlar. Oranı yəcucular etmişlər məskən, insana bənzərlər, divdirlər əslən. Şirtək almaz caynaq, sərt dəmir ürək, hamısı xaindir, yırtıcı qurt tək. Təpədən dırnağa tükləri biz-biz, yoxdur üzlərində burundan bir iz. Boyları bir qarış, yeməkləri çox, istidən, soyuqdan qorxuları yox. Dişdən, dırnaqdan da yırtıcı heyvan, qana hərisdilər onlar hər zaman. Deməli, bu yerdə yaşayanlar İskəndərə xəbər verirlər ki, əvvəla onu tərif edirlər, şəfqətli, aqil hökmdar deyə tərif edirlər və deyirlər ki, bu dağdan o tərəfə bir diyar var, ora sonsuz bir səhralıqdır və burada yəcucular məskən salıblar. Baxın, dostlar, burada izahı saxlayıb bu yəcucular kimdilər, nədirlər, bu barədə bir məlumat vermək istəyirəm. Ümumiyyətlə, İslam dininə əsasən, bəli, yəcucular var və İslam dininə əsasən doğrudan da bu yəcucular insanlara zərər verəcək məxluqlardılar. Ancaq onları Allah hal-hazırda azad eləməyib. Onlar həqiqətən də, yəni İslam dininə əsasən deyirəm, yəni İslami inanca görə bu yəcucular hal-hazırda elə bir yerdədirlər ki, onların olduğu yer yüksəkliklə əhatələnib və bu yəcucular da çox yuxarı dırmana bilmirlər. Onlar hər gün dururlar və o hündürlüyə dırmanırlar ki, hündürlüyü aşsınlar və o tərəfə keçsinlər. Ancaq hündürlüyün ortasına çatanda yorulurlar və geri qayıdırlar. Deyirlər ki, bugün yataq, sabah gedərik. Hər gün bu proses davam edir. Hər gün onlar bu hündürlükdən aşağı enirlər ki, yatarıq, sabah gedərik. Və dini rəvayətə görə, baxın, bu İskəndərnamədə olan deyil. Mən sizə dini rəvayətə danışıram. Və dini rəvayətə görə, yəcucular ona görə o hündürlüyü aşa bilmirlər. Ona görə o hündürlüyün ortasına çatanda yorulurlar ki, onlar bu işə Allahın adı ilə başlamırlar. Əgər Allahın izi ilə deyib başlasalar, o hündürlüyü onlar aşa bilərlər. Ona görə də Allah onlara izin vermir o hündürlüyü aşmağa. Allah nə zaman ki onların könlünə öz sevgisini qatacaq, öz sevgisini salacaq, Allahı tanıdacaq onlara və onlar nə zaman ki deyəcək, Allahın izni ilə qalxaq bu hündürlüyü keçək o tərəfə, baxın, həmin gün o hündürlüyü aşa biləcəklər. Hələ ki, yəcucular hər gün qalxırlar və Allahın adını çəkmədən o dağa, o hündürlüyə dırmanmaq istəyirlər deyə Allahın adını çəkmədiklərinə görə işləri yarım qalır. Amma gün gələcək,
onlar Allahın istədiyi bir zamanda Allahın adını çəkərək bu işə başlayacaqlar və həmin gün artıq o hündürlüyə aşa biləcəklər. Bu danışdığım dini rəvayətdir. Və Nizami həmin rəvayəti gətirib öz əsərinə. Görək necə gətirib. Deyir ki, baxın, hökümdara, İskəndərə danışılır bu Yəcuclar haqqında. Belə təqdim edirlər ki, İskəndərə Yəcucları, onlar deyir insana bənzərlər, amma əslində divdilər. İndi görünüşdən görəcəyik ki, əslində heç də insana bənzəmirlər. Deyir ki, onların caynaqları şirinin caynaqları kimi sərtdir. Deyir, hamısı deyir, yırtıcı qurd tək xaindir. Təpədən dırnağa biz tüklərlə örtülüb üstləri, burunları yoxdur. Boyları bir qarışdır, çox yeyirlər. Nə istidən qorxurlar, nə də soyuqdan qorxurlar. Qana hərisdilər. Deyir ki, yeyinliklə üstün gələrlər yelə, poladı deşərlər dırnaqlar ilə. Yeməkdə, içməkdə naşükürdülər. Allahı tanımaz orada bir nəfər. Onların yerində bir cür ot bitər, verər istiyot tək çox tünd dənələr. Hər gecə gündüzdə ondan birazca yeyərək yatarlar elə oradaca. Bir xırman başqa ot versə də əgər, yeyərlər yenə də doymaq bilməzlər. Ayla gün səmada üz-üzə gələcək, onlar qaynaşarlar xırda qurtlar tək. Nə düşsə qorxusuz tutub yeyərlər, bu sayaq ay yarı olana qədər. Göydə ay kiçilib olanda yarı, azlar bir qədər iştahları. Demək ki, bura qədər baxaq görək nə dedi. Burada bura qədər onun dedi ki, bunlar çox yeyirlər və yediklərindən, içdiklərindən naşükürdülər. Onlar deyir Allahı tanımırlar və onların deyir olduğu yerdə elə bir ot bitir ki, o otun istiyot dadı verən dənələri olur və onlar hər gecə, hər gündüz bunu yeyirlər və yatırlar. Və hətta deyir ki, onlara bir xırman ot versə də yeyərlər, amma yenə də doymazlar. Və ayla gün səmada üz-üzə gələndə, yəni ayla gün eyni anda səmada olanda onlar daha da qaynaşırlar və əllərinə nə düşsə qorxusuz şəkildə tutub yeyirlər. Və ay yarı olanda, ay nə zaman yarı olur? Ay 14 günlük olanda yarı olur. Ay yarı olanda onların iştahları bir qədər azalır. Deyir, qara buludlardan ildə bir kərə böyük bir əjdaha düşər o yerə. Yaman yekə olur həmin o heyvan, Yəcuclar doyunca yeyərlər ondan. Yıxılıb qalarlar bir aya qədər, sərxoş tək yatarlar, heç nə yeməzlər. Köklə otdan başqa bilməzlər yemək, xəstəlik görməzlər ölən günədək. Deməli, deyir ki, ildə bir dəfə göydən onlara əjdaha düşür və çox böyük olur bu əjdaha, yəni bu heyvan. Və Yəcuclar onu doyunca yeyirlər, sonra yıxılıb bir aya qədər yatırlar o heyvanı yeyəndən sonra. Və həmin bir ay ərzində başqa heç nə yemirlər. Daha sonra isə ayılanda kökdən otdan tapırlar, yeyirlər və ölən günə qədər bu Yəcuclar xəstələnmirlər. Ara bir hücumla talayıb bizi, xaraba qoyarlar evlərimizi. Qoyun quzumuzu aparıb onlar, yeyərlər nə qədər azuqəmiz var. Bu iç sifətlərdən qorxduğu qədər canavardan qorxmaz bizim sürülər. Bizləri qırmaq üçün edərlər qovğa, didərgən salarlar yurtdan uzağa. Biz uca dağlara qaçıb qorxudan, quş tək ağaclarda salarıq məskən. Ancaq ayaqları süstür bir qədər, ardımızca dağa çıxa bilməzlər. Bu böyük bəlanı bizdən əgər sən, dəf etsən çox böyük səvab edərsən. Demək ki, Yəcuclar eyni zamanda bu tayfaya da ziyan verirlər, tez-tez onlara basqın edirlər, onların mal-qarasını yeyirlər, özlərinə ziyan verirlər və canlarını qurtarmaq üçün bunlar hər dəfə dağlara qalxırlar. Niyə məhz dağlara qalxırlar? Çünki bu Yəcucların ayaqları süstü, onlar hündürlüyə dırmana bilmirlər və bu əhali də onlar hündürlüyə dırmana bilmədikləri üçün qaçıb məhz hündürlükdə onlardan gizlənirlər. Deyir ki, indi sən bizə bir əlac elə, bununla da savab qazanmış ol. Görək İskəndər nə edəcək? İskəndər bildi ki, zordur Yəcuclar, yəqin hər birində bir fil gücü var. Bir sədd ucaqdı ki, orada poladdan, olmaz həşrə qədər onu dağıdan. Ona uca bəxti köməklik etdi, tikilib qurtardı İskəndər səddi.
Və İskəndər bildi ki, onlarla üzbəüz döyüşə girsə çox çətin olacaq və yəqin elədi ki, onların hər birində bir fil gücü var. İskəndər tədbirli davrandı. Onlarla belə deyək ki, döyüşə girmədi. Nə etdi? Uca bir sədd ucatdı. Axı onlar hündürlüyə dırmana bilmirdilər. Poladdan bir sədd ucatdı və həmin sədd həşrə qədər, yəni axirətə qədər dağıla bilməz. Və bununla da həmin insanların canını Yəcuclardan qurtarmış oldu. Yəni, ona görə bu başlıqlarını qoyublar ki, İskəndərin Yəcuclara sədd çəkməsi. Yəni, İskəndər o poladdan səddi çəkdirərək artıq Yəcucların insanların üzərinə hücumunun qarşısını almış oldu. Beləliklə, bu tayfaya da İskəndər kömək eləmiş oldu. Dönüb bir şəhərə gəldi şah oradan, axtarıb tapmadı orada bir insan. Yenə səfərinə davam etdi şah, köçməyə başladı oradan qərargah. Deyir, buradan sonra, yəni Yəcuclara sədd çəkdirəndən sonra İskəndər gəldi bir şəhərə çatdı. O şəhərdə bir insan da olsun tapmadı və yenidən səfərinə davam elədi. Bu işdən keçəndə bir xeyli müddət, bir ay dağlar, çöllər aşıb nəhayət. Gözəl bir mənzildə məskən saldılar. Bu yerdən hamısı məmnun qaldılar. Deyir, bir aydan sonra onlar gəldilər, çox gözəl bir yerdən məskən saldılar. Hansı ki, bu yerdən hamısı məmnun qalmışdı. Bir yol tövhəsi tək böyük hökmran göstərdi qoşuna şəhri uzaqdan. Başqa cürə idi burada təbiət, su ilə, əkinlə tapmışdı zinət. Hasarsız, divarsız bağlardı hər yan, bol-bol sürü vardı, yoxdu bir çoban. Qoşundan birisi tər meyvələrə əlini uzadıb istədi dərə. Həmin meyvələrdən birini dərcək, bədənin qıc olub qaldı kaman tək. Bu ölkədə nə gördülər İskəndər? Gördülər ki, bu ölkədə təbiət tamam başqadır. Burada bağların hasarı, divarı yoxdur. Bol-bol sürü var, amma bu sürünü otarmağa çoban yoxdur. Və İskəndərin qoşunundan bir nəfər tər meyvələrdən dərib yemək istədi. Ancaq elə əlini uzadıb dərmək istəyəndə oradaca qıc oldu. Başqa bir atlı da qoyun tutanda onu bərk qızdırma tutdu bir anda. Və İskəndərin başqa bir atlısı da oradan qoyun tutmaq istəyəndə, axı çobansız idi qoyunlar, nəzarətsiz idi. Onu da qızdırma tutdu. İskəndər, bax bunlar ibrətdir deyə əlini vurmadı orada heç nəyə. Qoşuna əmr edib şah dedi, heç kəs özgənin bağına toxuna bilməz. Tələsik gedərək oradan bir qədər o axar baxarlı yerdən keçdilər. Cənnət tək neməti bol-bol firavan bir şəhər gördülər onlar uzaqdan. Demək ki, İskəndər bu gördüklərindən ibrət götürərək əlini heç nəyə vurmadı. Eyni zamanda qoşuna əmr elədi ki, bəz heç kim başqasının bağına toxuna bilməz. Və onlar bu bağlı baxatlı yerdən keçdilər, bir şəhər gördülər uzaqdan. Gəlib darvazaya çatdı İskəndər, gördü ki, qapıdan yoxdur bir əsər. Müdrik qocalarla girdi şəhərə, baş vurdu onlarla burada hər yerə. Gördü çox bəzəkli, dolu dükanlar, ancaq nə qapısı, nə qıfılı var. Nəcib şəhər əhli onu görən tək, çıxdı qarşısına təzim edərək. Gətirdilər qəsrə bir mehman kimi, saray zeynətli idi asiman kimi. Süfrə bəzədilər, müsat qurdular, özləri xidmətdə hazır durdular. Və İskəndər gəldi şəhərin darvazasına çatdı, gördü ki, burada ümumiyyətlə heç qapı yoxdur. O müdrik qocalarla bu şəhərə girdi. Şəhərə girəndə nə gördülər? Gördülər ki, şəhərdə bəzəkli, dolu dükanlar var, amma bu dükanların nə qapısı var, nə də qıfılı var. Onlara çox təəccüblü gəlirdi bu vəziyyət. Və həmin şəhərin əhalisi İskəndəri görəndə onun qarşısına çıxıb təzim elədilər və onu bir qonaq kimi qəsrə gətirdilər və onun xidmətində durdular. Pərəstiş etdilər o mehmanlara, əhsən qonaq sevən bu insanlara. Süfrəni bəyəndi böyük hökmüdar, onlar fərəhlənib çox şad oldular. Neynədilər? İskəndərə süfrə açmışdılar və İskəndər də bu süfrəni gördü, çox bəyəndi. Onlar da İskəndərin bu bəyənməsindən çox şad oldular. İskəndər soruşdu, nə üçün sizlər qorxu bilməzsiniz heç zərrə qədər? Nə üçün burada belə arxayınlıq var? Nə üçün qıfılsızdır burada qapılar? Yoxdur heç bir bağda keşikçi, bağban. Niyə üçün sürünüzü güdməz bir çoban? Çobansız sürülər nədir bir belə?
baxdıqca yayılıb düzənə, çölə. Belə arxayınlıq, laqeydlik nədir? Sizin inamınız deyin kimdədir? İskəndər çox təəccüblənmişdi gördüklərindən və onlara belə bir sual verir ki, siz niyə qorxu bilmirsiniz? Niyə bu qədər arxayınsınız? Niyə deyir sizin qapılarınız qıfılsızdır? Niyə bir bağınızda bir keşikçi, bağban yoxdur? Niyə sürülərinizi otaran bir çoban yoxdur? Sürüləriniz bütün çöllərlə birdir, amma onların başında bir çoban yoxdur. Bu arxayınlıq, bu laqeydlik nədəndir? Sizin inamınız kimdəndir? Ədalət yurdunun ağsaqqalları bir də mət eləyib o hökümdarı. Dedilər, başına tac qoyan Allah ömrünü payidar eləsin ey şah. İşində haqq sənə havadar olsun, şöhrətli adına hünər yar olsun. Bizim güzəranı sordu hökmüran, buyurub dinləsin, biz edək bəyan. Və ədalət yurdunun ağsaqqalları, baxın bu yurdu ədalət yurdu adlandırır. Nizaminin görmək istədiyi utopik cəmiyyət, baxın Nizaminin görmək istədiyi məhz bu idi. Nizaminin xəyalındakı yer, xəyalındakı ölkə, xəyalındakı şəhər, bax bu idi. Nə deyir bu ədalət yurdunun ağsaqqalları? Birinci İskəndəri tərif edirlər. Deyirlər ki, bu işində Allah sənə yar olsun. Sən deyir bizim güzəranımızı soruşursan, indi gəl biz sənə bəyan edək bu güzəranımızı. Doğrusu budur ki, bizlər qədimdən bu dağı, bu çölü etmişik məskən. Fağır bir tayfayıq, həm də dinpərvər, düzlükdən keçmərik əsla tük qədər. Əyri dolanmaqla yoxdur işimiz, düzlükdən başqa yol tanımırıq biz. Nə deyir? Deyir ki, biz ta qədimdən bu dağda, bu çöldə məskən salmışıq. Sakit, fağır tayfayıq, dinpərvərik, yəni dinə istəyiş edirik. Əsla, qətiyyən biz düzlükdən tük qədər də olsun keçmərik. Əyri dolanmaqla, əyri işlərlə işimiz yoxdur. Düzlükdən başqa bir yol tanımırıq. Düzlüklə olmuşuq əzabdan kənar, yalan gətirmərik biz dilimizə. Əyri yuxular da görünməz bizə. Deyir, bizim dilimizə heç vaxt yalan gəlməz. Hətta əyrini biz yuxuda da görmərik. Faydasız etmərik heç sorğu-sual, çünki Allaha da xoş getməz bu hal. Allahdan nə gəlsə edərik şükür, çünki narazılıq naşükürlükdür. Baxın nə deyir, çox gözəl, çox gözəl sözlər deyir. Deyir, biz heç kimin faydasız sorğu-sual eləmərik, çünki bu Allaha da xoş getmir. Və Allah bizə nə versə, Allahdan gələn nə varsa, hər birinə şükür eləyərik. Ən vacib şərtdir. Çünki deyir, Allahın verdiyinə narazılıq eləmək, bu özü naşükürlükdür. Biz razı qalarıq nə gəlsə həqdən, düşmənlik edərmi pərəstiş edən? Deyir, biz Allahdan nə gəlsə ona razılıq eləyərik. Biz Allaha pərəstiş edirik, onun verdiyi nəyəsə narazılıq edib düşmənlik eləyərikmi heç? Acizin dərdinə edərik çarə, xilas eləyərik düşərsə dara. Bizim aramızda bilsək ki, əgər birinə bir işdə yetişib zərər. Biz öz kisəmizdən onu ödərik, verib mayasını təmin edərik. Bizdə bərabərdir hamının varı, bərabər bölərik bütün malları. Deyir ki, əgər görsək ki, aciz dərdə düşüb, mütləq ki, ona bir çarə eləyərik, onu düşdüyü dardan xilas eləyərik. Əgər aramızdan birinə zərər yetişərsə, biz öz kisəmizdən, öz cibimizdən onu ödəyərik, mayasını təmin edərik və bizdə hamının varı bərabərdir. Biz hər şeyi, bütün malları bərabər bölərik. Bizdə artıq deyil heç kəsdən heç kəs, bizdə ağlayana heç kimsə gülməz. Yəni bizdə kimsə kimsədən artıq deyil və kimsə ağlayarsa biz ona oturub gülmərik. İndiki cəmiyyətimizin tam əksi. Oğrudan qorxmarıq biz nə şəhərdə, keşikçi qoyarıq nə də çöllərdə. Uğurluq eləməz bizdə bir nəfər, uğurlaya bilməz bizdən özgələr. Nə zəncir, nə qıfıl görər qapılar, gözəkçisiz otlar bizim malda var. Bizim uşaqları böyüdər Allah, naxırar şir, pələng toxunmaz əsla. Bizim bir qoyuna dəysə canavar, ordaca gəbərib yerində qalar. Kim dərsə bir sümbül bizim əkindən, qəfil bir ox deyər düz ürəyindən. Deyir ki, biz uğurdan qorxmuruq,
Nə şəhərdə, nə də çöllərdə keşikçi qoymuruq. Bizdən onsuz da bir nəfər də olsun oğurluq eləməz və bizim aramızdan heç kim oğurluq eləməz. Hətta özgələr belə bizdən oğurluq eləyə bilməz. Bizim qapımızda nə zincir var, nə də ki qıfıl var. Mal-qaramız gözətçisiz otlayar. Bizim uşaqlarımızı Allah böyüdər və bizim naxırımıza əsla şir, pənək toxunmaz. Və hətta deyir, bizim qoynumuza bir canavar toxunarsa, elə oradaca gəbərib, yerində qalar. Və bizim əkindən kimsə bir sümbül qopararsa, qəfil onun ürəyinə bir ox batar. Biz əkin zamanı səpərik dəni, haqqa tapşırarıq sonra əkini. Baxın, deyir, əkin zamanı dəni əkirik və sonra onu haqqa tapşırırıq. 6 ay olarıq əkindən uzaq, bir də biçim vaxtı gələrik ancaq. Baxın, toxumu səpirlər, 6 ay o əkindən uzaq olurlar, bir də gəlirlər ki, artıq biçim vaxtıdır. Yəni, Allah onların bu səpinlərini yetişdirib. Artıq biçim vaxtına gəlib çatıblar. Bizim bərəkətli mümbit zəminlər düz 1-ə 700 məhsul yetirər. Deyir, bizim bu mümbit zəminlər 1-ə 700 məhsul yetirər. Baxın, Allah necə səxavətidir bunlara qarşı. Niyə səxavətidir? Çünki bunlar Allahın şükr eləməyi bacaran bəndələrdirlər. Allaha üsyan eləməyən bəndələrdirlər. Ona görə də Allah bunlara verdikcə verir. Bir yaxud 100 belə işi bacarsaq, Allaha təvəkkül elərik ancaq. Baxın, deyir ki, bir yox edir, biz 100 dənə belə işi bacarsaq, yenə də Allaha təvəkkülü unutmarıq. Bizi hifz eləyən Allahdır, Allah. Biz yalnız Allaha gətiririk pəna. Xəbərçilik bilməz bir nəfərimiz, özgənin eyvana göz yumarıq biz. Deyir ki, bizi qoruyan Allahdır, Allah. Biz yalnız Allaha pənah gətiririk. Elə onlara bu naz neməti də verən Allahdır. Onları qoruyan da bu Allahdır. Çünki onlar Allaha ürəkdən təvəkkül eləyiblər ona görə. Deyir, bizdən bir nəfər də olsun xəbərçilik eləməz və biz özgənin eyvanına göz yumarıq, baxmarıq. Birini qəzəbli, acıqlı görsək, ona məsləhətlə edərik kömək. Heç kəsi pis yola əsla çəkmərik, fitnə axtarmarıq, qan da tökmərik. Necə də indiki cəmiyyətimizdən uzaqdır, eləmi? Bəli, çox təəssüflər ki, burada yazanlar bizim cəmiyyətimizin tam əksidir. Bizdə birini qəzəbli, acıqlı görəndə gəlib biraz daha da o yanan ocağın üstünə sanki benzin tökürlər. Amma bunlar neynirmişlər? Qəzəbli, acıqlı birini görəndə ona dərhal məsləhət eləyib kömək eləyərmişlər. Heç kimi deyir, pis yola çəkmərik biz, qan tökmərik, fitnə axtarmarıq. Amma indiki insanların tək işi ilə fitnə yaratmaqdır. Dərdlinin dərdinə olarıq şərik, şad olsa onunla şadlıq edərik. Qızıla, gümüşə aldanmaz heç kəs, bunlar bizim yerdə bir şeyə dəyməz. Xəsislik bilmərik dünyada bizlər, zorla şey almarıq bir arpa qədər. Bizdən qaçmaz əsla vəhşi heyvanlar, vermərik onlara əziyyət, azar. Ehtiyac olanda gürc-gür ceyran, özləri axışıb girər qapıdan. Ovlamaq istəsək onlardan əgər, ovlarıq ehtiyac duyulan qədər. Baxın, ideal bir cəmiyyət, həqiqətən çox ideal bir cəmiyyət yaradır burada Nizami bizə. Deyir ki, biz birinin dərdinə şərik olarıq, o şad olsa onunla bərabər biz də şadlanarıq. Deyir, qızla gümüşə o qədər həvəs göstərmir ki, onlar bizim üçün dəyərsizdir. Xəsislik eləmirik. Heç kimdən zorla bir arpa belə almırıq. Bizdən vəhşi heyvanlar belə qaçmır, çünki biz onlara əziyyət vermirik. Və bizə ceyran, gür ehtiyac olanda onlar özləri qapıdan axışıb içəri girir. Və əgər onları ovlamaq istəsək, ehtiyac olan qədər ovlayarıq. Lazımı olmayanı biz nahaq yerə qırmarıq, zeynətdir onlar çöllərə. Nə öküz, nə eşək kimi yeyərik, nə də ağzımızı mühürləyərik. Deyir ki, biz deyir, onları nahaq yerə qırıb batırmarıq, çünki onlar çöllərin yaraşığıdır. Biz deyir, öküz də yemirik, eşək əti də yemirik, ancaq ağzımızda mühürləmirik. Süfrəyə hər cürə nemət düzsələr, yeyərik gözümüz qalana qədər. Deyir, əgər süfrədə hər cür nemət olsa, biz o nemətlərdə gözümüz qalan qədər yeyərik. Bizdə cavanlardan ölüm uzaqdır, ölüm çox yaşamış qocaya haqdır. Ölüyə bizi əsla saxlamarıq yaz, bilirik bu dərdə bir çarə olmaz. Deyir ki, bizdə cavanlar tez ölmürlər, ölüm qocalarımız üçün haqq olur.
və biz bir ölüyə əsla yas saxlamarıq. Hətta İslamda da bu belədir ki, 3 gündən artıq yas saxlamaq olmaz. Çünki deyir ki, biz bilirik ki, yas saxlamaq bir dərdə çarə deyil. Üzə deyilməyən bir sözü heç kəs bizlərdə qaydadır, dalda da deməz. Kim nə cür dolanır, danışmarıq biz, kimsənin işinə qarışmarıq biz. Deyir ki, üzə deyilməyən bir sözü heç kim dalda da demir. Siz üzə deyilməyib, dalda da deyilən söz qeybətdir. Bunun o demək istəyir ki, biz qeybət eləmirik. Kim nə cür dolanır, bunu biz danışmarıq. Heç kimsənin işinə qarışmarıq. Naşükür deyilik qismətimizə, razıyıq qəzadan nə gəlsə bizə. Allahın lütf edib verdiyi şeyə, demərik bu hardan, bu niyə belə? Bizimlə birlikdə o adam yaşar ki, ola bizim tək təmiz pəhrizkar. Deyir, biz qismətimizə naşükür deyilik, Allahdan nə gəlsə ona razı olarıq. Allahın lütf edib verdiyi şeyə heç vaxt demərik ki, bu hardandır, bu niyə belədir, sorğu-sual eləmərik. Yəni, Allahın verdiyi hər şeyi sorğu-sualsız qəbul eləyərik. Deyir, bizlə bərabər o adam yaşayar ki, o da bizim kimi təmiz olsun, pəhrizkar olsun. Tutduğumuz yoldan çıxsa bir insan, kim olsa qovarıq öz aramızdan. Və bizim bu tutduğumuz yoldan hər hansı bir insan çıxarsa, kim olduğunun aslı olmayaraq onu öz aramızdan qovarıq. İskəndər bu qayda qanunu görcək, duruxub dayandı divanələr tək. Çünki belə şeyi nə görmüş, nə də oxumuş indi bir Xosrovnamədə. Öz-özünə dedi, Arifsən əgər, qoy sənə bir ibrət olsun bu sirlər. Dünyanı gəzmərəm mən, daha bəsdir, hər ovlaqda bir tur qurmaq əbəsdir. Bütün bildiklərim qalsın bir yana, bunların söhbəti bəs elər mənə. Elə bir dünyanı o pərverdigar, bu mərd insanlar üçün etmiş bərqərar. Və İskəndər bu qayda qanunu görəcək, duruxub dayandı, məhtəl qaldı bu eşitdiklərindən. Və nəyə görə məhtəl qaldı? Çünki indiyə qədər nə belə bir şey görmüşdü, nə də hər hansı bir kitabdan oxumuşdu, eşitmişdi. İlk dəfə idi ki, belə möcüzəvi bir diyarla rastlaşırdı. Və öz-özünə dedi ki, sən bütün bu olanlardan əgər arifsənsə, ibrət almalısan. Artıq deyir, mən dünyanı gəzmərəm, daha bəsdir. Artıq hər ovlaqda bir tor qurmaq əbəsdir. Deyir, bütün bildiklərim deyir, bir yana qalsın, bunların söhbəti mənə bəs eləyər. Yəni, bunların söhbəti mənə bütün bildiklərimdən daha üstündür. Elə bir dünyanı o pərverdigar, bu mərd insanlar üçün etmiş bərqərar. Bunlar şövkət vermiş aləmə yəqin, sütunu bunlardır bütün aləmin. Baxın, bunları bütün aləmin sütunu hesab edir. Düz yaşayış yolu budursa əgər, insan bunlardırsa, bəs nəyik bizlər? Deyir, əgər bunlar insansa biz nəyik? Doğrudan da bu insanların qarşısında biz bir vəhşiyik, başqa bir şey deyilik. Həqiqətən o belədir. Bizi haqq göndərib çölə, dənizə, qəsdi göstərməkmiş bunları bizə. Vəhşi adətlərə eləyib nifrət, öyrənək bunlardan ayin mərifət. Deyir ki, Allah ona görə bizi bu yerə gəlib çatdırıb ki, biz vəhşi adətlərə nifrət eləyib bunlardan ayin mərifət öyrənək. Bunları əvvəldən görsəydim əgər, dünyanı bu qədər gəzməzdim hədər. Tapardım özümə dağda bir kaha, ibadət eylərdim orada Allaha. Bunlar tək asudə ömür edərdim mən. Dinim də olardı həmin bu dindən. Deyir ki, mən bunu əgər əvvəldən görsəydim, dünyanı bu qədər hədər gəzməzdim. Baxın, buranı görür və İskəndər bu qədər ömrü, bu qədər işlər üçün fəda elədiyinə görə sanki bir peşmanlıq yaşayır ki, mən deyir, buranı əvvəldən görsəydim, dünyanı bu qədər hədər gəzməzdim. Mən də bir kahada yaşayıb Allaha ibadət eləyərdim. Bunların dini nədirsə, mən də həmin dinə istəyiş edərdim və bunlar kimi asudə bir ömür sürərdim. Yəni, əslində indi də gec deyildi. İskəndər indi də eləyə bilərdi, orada qala bilərdi, onlarla onlar kimi yaşaya bilərdi, amma bunu eləmədi İskəndər. Deyir ki, İskəndər görəndə onları dindar, peyğəmbərliyini etmədi ishar. İskəndər onları o qədər dindar görür ki,
onlara artıq peyğəmbər olduğunu demir. Nə ehtiyac var ki, onlar peyğəmbər adı ilə gəlmiş İskəndərə sanki bir peyğəmbərlik dərsi keçirlər. Ona görə də İskəndər səsini çıxarmır, peyğəmbər olduğunu demir. Görəndə onları əməli salih, xəzinə bəxş etdi o böyük Fatih. Qayıtdı geriyə oradan fərəhlə, qoşunu dəniz tək yönəltdi çölə. Bayraqlar qaldırdı Rum ipəyindən, alxara geyindi sanki çöl çəmən. Tutdu qarışqa tək qoşun hər yanı, dərəni, təpəni, düzü ormanı. Hara iz saldısa atının nalı, sildi o yerlərdən dərdi məlalı. Və İskəndər dediyim kimi əslində gec değildi, orada qala bilərdi. Amma kaş ki əvvəldən görəydim, burada bir kahada yaşayardım. Burada bir evdə yaşayardım, Allah'a ibadət edərdim, bunların dininə sitayiş edərdim dediyi halda buranı tərk edir və uzaqlaşır oradan. Dərəni, təpəni, düzü ormanı keçir və deyir ki, İskəndərin atı hara çapıldısa o yerlərdə o dərdi, məlalı sildi. Və bundan sonra gəlir İskəndərin vəsiyyət hissəsi. Oxuduğumuz yer o qədər gözəl idi ki, hələ də oranın təsirindəyəm. Həqiqətən çox gözəl idi. İnsan çox istəyər ki, o Nizaminin yaratdığı xoşbəxtlər diyarında yaşasın. Həqiqətən kaş ki, bizim də cəmiyyət o səviyyəyə gəlib çata bilərdi. Nəysə, uzaqlaşaq. Qayıdaq yenə reallığa. İndi oxuyuruq İskəndərin vəsiyyətini. Əcəl yetişəndə tapıb bəhanə, insana min əzab verər zəmanə. Rüzgardan o qədər inciyər insan, özü ölümünü istər Allahdan. Əl atmadıqları tədbir qalmadı, rəylərdən bir fayda hasil olmadı. Çırağın əcəli çatıbsa əgər, ona öz yağı da yetirər zərər. Çürümüş bir meyvə ağacda durmaz, düşəcək tərpənsə budaqdan biraz. Ən mahir, ən ustad təbib heç zaman tapa bilməmişdir ölümə dərman. Və nə deyir bizə? Artıq ölüm mesajlarını verir. Deyir ki, baxın, bir meyvənin vaxtı çatıbsa, çürümüş meyvənin o ağacda durmaz, yerə düşər. Əgər çırağın əcəli çatıbsa, ona öz yağı da zərər yetirər. Və ən mahir, ən ustad təbib belə heç zaman öz ölümünə çarə tapa bilməyib, dərman tapa bilməyib. Göyün hesabına bələd olanlar saldılar hesaba göydə hər nə var. Onun taleyini gördülər nursuz, ondan uzaqdaydı bəxt açan ulduz. Heç elə bir ulduz yoxdur ki, onun göstərmiş olaydı ömrünü uzun. Taleyi səmada bəd görən zaman, münəccim özü də əsdi qorxudan. Önündə aynaya baxdı İskəndər, baxdı vücuduna, yetirdi nəzər. Gördü ki, bədəni tük tək incəlib, qaçmaq istəyən can dodağa gəlib. Demək ki, artıq İskəndərin də ölümü yetişmişdi və münəccimlər ona falına baxırlar, ulduzlara baxırlar ki, necə görünür. Və heç bir münəccim onun üçün uzun bir ömür görmür və onun taleyi səmada bəd görünür. Və bunu görən münəccim özü belə qorxudan əsir. İskəndər keçir göz qabağına, görür ki, onun bədəni bir tük tək incəlib. Nə qəlbdə qüvvə var, nə canda taqət, əyilmiş əvvəlki o sərv qamət. O öz ölümünü gözü ilə görəcək, özü öz halına ağladı şam tək. Yaxın dostlarını dəvət elədi, ürək sözlərini onlara dedi. İskəndər öz ölümünü başa düşmüşdü. O görür ki, daha sərv qaməti əriyib, artıq özü ölümündən agah idi. Bilirdi ki, ölməyə doğru gedir, öləcək yaxın zamanda. Dostlarını dəvət elədi və onlara görək nə dedi. Gəmim dar girdaba düşdü a dostlar, ölüm ağzı açıq, nəhəng tək durar. Köçmək vaxtı gəldi bu düşərgədən, başqa bir ovlağa getməliyəm mən. Bu fələk mənimlə xoş rəftar oldu, dağda daşda mənə pərəstar oldu. İndi düşmən oldu o haqq sayda, dəyişdi rəftarı günəş də ayda. Rüzgar gözlərimdə çənə bürünür, bu dardan çıxmağım müşkül görünür. Nə çarə qılım ki, oldum dərdmənd, bu fələk tacıma atıbdır kəmənd. Deyir ki, ay dostlar, mənim gəmim bir girdaba düşüb, ölüm ağzını nəhəng tək açıb məni gözləyir. Deyir, mən dağda, daşda olanda bu fələk mənlə çox
xoş rəftar oldu, mənim yanımda oldu. Amma artıq dövran dəyişib, artıq günəş də, ay da mənə olan rəftarını dəyişib. Yəni artıq mənim ölümüm çatıb, yetişib, bunu demək istəyir. Yenə də Nizami bəzəkli don geyindirib burada. Deyir ki, hardadır çatdırın xəzinədara, bəlkə rüşvət verib məni qurtara. Mənim od qılınclı qoşunum hanı, qovsun canımdakı bu qızdırmanı. Nə gözəl sözlər deyir. Hanı deyir xəzinədar, çağırın rüşvət versin, görüm məni qurtara bilər. Qurtara bilər dostlar? Xeyr. Mənim deyir od qılınclı qoşunum hanı, gəlsinlər canımdan bu qızdırmanı qovsunlar. İskəndər qızdırma xəstəliyinə tutulmuşdu dostlar. O od qılınclı qoşun gəlib İskəndərin canından bu xəstəliyi qova bilərdi dostlar? Xeyr. Ən qorxunc divləri tutub ram edən təxt tac sahibi İskəndərəm mən. Qılınca qurşandım, kəmər bağladım, bütün qulaqlara çatmışdır adım. Zəhərli qılıncla tufan edib mən, tozlar qaldırmışam bəhri gülzümdən. Böyüdüb çoxunu etdim hökmüran, çox qoyun almışam qurtlar ağzından. Çox-çox sınıqları mən calamışam, çox-çox bütövləri parçalamışam. Öz elədiklərini sadalayır ki, deyir, mən deyir, çox divləri ram eləmişəm, təxt-tac sahibi olmuşam, qılınca qurşanıb kəmər bağlamışam, zəhərli qılınclarla tüfan eləmişəm, nələrə hökmranlıq eləmişəm, çox deyir, qoyunları qurtlar ağzından almışam, çox sınıqları mən calamışam, çox bütövləri parçalamışam, zülmü ədalətlə eyləyib əvəz, müşküllər həll edim, hesaba gəlməz. Günnücdən gülzümə oldum hökmran, şimşək qılıncımı gördü girəvan. O qılınc dönübdür indi zəncirə, ömrümü tor kimi salıbdır girə. Çox dağlar, dənizlər keçmişəm, heç kəs dünyanı mənim tək seyr edə bilməz. Yurdum məcusluğu dünya üzündən, Rus dənizində də od qaladım mən. Mən hansı bir yerə etdimsə səfər, ədalətlə bilik qazandı ellər. Öz elədiklərini sadalayır ki, mən çox namüşkülü müşkü eləmişəm, zülmə dur deyib ədalət bərqərar eləmişəm, demək olar ki, bütün dünyaya hakim olmuşam, zünnüzdən zülgümə qədər. Və səfər etdiyim hər bir ölkədə neynəmişəm? Ədalət bərqərar eləmişəm və səfər elədiyim yerlərdə ellər ədalət və bilik qazanıb. Nə gördün deyərək sorsalar əgər, deyərəm, sanki heç etmədim səfər. Deyir, məndən soruşsalar ki, sən bu dünyada nə gördün? Deyərəm ki, sanki heç səfər etmədim. Dünyanı görmədən torpağa girən bir günlük körpəyə bənzəyirəm mən. Deyir, baxmayaraq ki, demək olar ki, İskəndər bütün dünyanı görmüşdü. Baxmayaraq ki, o bütün dünyanı görmüşdü, deyir, mən dünyanı görmədən torpağa girən bir günlük körpəyə bənzəyirəm indi. Dünyanı başa-baş gəzmişəm özüm, hələ ki dünyadan doymayıb gözüm. Deyir, baxmayaraq ki, dünyanı başa-baş gəzmişəm, mənim bu dünyadan hələ gözüm doymayıb. Bütün biliklərdən dərsimi aldım, ölümün əlində heyf, aciz qaldım. Çox azğın zalimi çəksəm də dara, bu namərd ölümə tapmadım çara. Deyir, mən bütün biliklərdən dərs almışam, amma indi ölümün əlində aciz qalmışam. Çox azğın zalımı dara çəksəm də, bu namərd ölümə deyir, mən çarə tapa bilmədim. Çoxuna mərhəmət lütf eyləmişəm. Görən də olubdur əlimdə sitəm. Zalim olmuşamsa əhv edin məni. Mən də öldürmüşəm çox zülm edəni. Tabutum torpağa olanda təslim, pak ruhum paklara qovuşar mənim. Başa kül sovurmaq əvəzində siz mənim üçün Allaha dua ediniz. Bunları söyləyib almadı cavab, yenə yatağına sərildi bitab. Deyir ki, əgər məndən bir haqsızlıq görmüsünüzsə, əgər sizlərə qarşı zalım olmuşamsa, məni əhv edin. Mən deyir, çox zülm edəni öldürmüşəm. Deyir, mənim tabutum torpağa təslim olanda, ruhum pak ruhlara qovuşanda, yəni ruhum səmalara uçanda, mənim üçün Allaha dua edərsiniz. Deyir, bunları dedi və bir cavab almadı, yenə yatağına sərildi. İndi isə biz İskəndərin anasına məktub yazmasını oxuyacağıq. Deyir, gecə köçüb getdi, ağladı Şəbnəm,
Günəş şəfəq saçıb güləndə aləm. Artdı İskəndərin ahu naləsi, ucaldı çalınan zəhlərin səsi. Hər yerdə yüz çarə bilən Ərəstu bu dərdin önündə çarəsiz durdu. Sanki ərimişdi şah səhərə dək, 27-ci gecəki ay tək. Anası yadına düşdü İskəndər, sarıldı ürəkdən, oldu mükəddər. Və günlər keçdikcə İskəndərin vəziyyəti daha da ağırlaşırdı. Deyir, 100 dərdə çarə tapan Ərəstu onun ölümün qarşısında çarəsiz qalmışdı və İskəndərin anası yadına düşür. Buyurdu Zühura ağıllı zirək, Rumlu katiblərdən biri gələrək. Qələmi qapqara hisslə doldurub, əziz anasına yazsın bir məktub. Ana dili kimi şirin dil ilə ona and verərək başlasın belə. Və İskəndər buyurur, katiblərdən biri gəlir və qapqara hisslə dolmuş qələmlə neyinir? Anasına məktub yazır. Anacan, sən məni eyləyəndə yad, sıxma ürəyini, qoparma fəryad. Böyük yaradanı gətirib dilə, katib məktubunu başladı belə. Məndən İskəndərdən bu namə gəlsin, 4 yox, bircə olan anama yetsin. Anacan, gətirəyə döndüsə çeşmə, su qabı suda da sınar, qəm çəkmə. Ağacdan düşdüsə bir qızıl alma, narınc tək rövnəqdən düşüb saralma. Soldu sarı gülün, getdi növrağı, qalsın qızıl gülün yaşıl budağı. Və İskəndər anasına yazır ki, anacan deyir, sən məni yad eləyəndə ürəyini sıxma. Və məktubunu belə başlayır ki, məndən İskəndərdən bu namə 4 yox, bircə olan anama gəlsin. Burada 4 deyəndə ünsürlər, su, hava, od, torpaq bu nəzərdə tutulur. Deyir ki, anacan deyir, su qabı deyir, suda sınar. Qəm çəkmə. Deyir, ağacdan bir qızıl alma düşsə, narınc tək saralma. Deyir, sarı gülün getdi artıq növrağı, qalsın deyir qızıl gülün yaşıl budağı. Anacan, bu sözə inanmıram mən. Məhəbbət könüldə heç olur dildən. Eşidib o tutar sinəndə ürək, ki şahlar gülünə aparıb külək. Yanma, bəslədiyin balan qayıtmaz, əlini oyanan ürəyinə bas. Zaman etsin səni bu addan kənar, sənə səbir versin o pərverdigar. Sənə ant verirəm əmdiyim südə, o şirin laylaya, o ilk öyüdə. Dünyadan gənc getmiş bir övladına, ağlayan ananın o fəryadına. Dinə əməl edən pak insanlara, həmişə hər yerdə dağda çatana, can verib can alan o yaradana. Anacan, bu məktub gəlib çatarkən, çatıb qaşlarına kədərlənməsən. Bu dünya fanidir, əbəs ağlama. Mənim üçün yas tutma, qara bağlama. Dünyanın əzəldən axırı budur, əyilmə ələmlə, mətanətlə dur. Dünya bir kimsəyə qalmışsa əgər, sən də qoyursun bu dərd, bu kədər. Acab bu dünyanı fani görəndə, başqaları kimi toxtaq ol səndə. Yox, əgər bunlara baxmayaraq sən, mənim üçün yazxana qurmaq istəsən, əvvəlcə şahanə bir məclis düzəlt, gözəl yeməklərdən bir süfrə bəzət. Çağır qonaqlığa xalqı hər nə var, bütün gələnlərə elə xəbərdar. Təbirdə adamı yoxsa hər kəsin, buyursun süfrəyə doyunca yesin. Əgər yemiş olsa onlardan biri, sən də ye dünyada acı qəmləri. Heç kim o süfrəyə əl uzatmasa, sən də unut qəmi, heç batmayasa. Oğlum ölüb deyə çəkmə heç məlal, gəl öz işlərini qeydinəcə qal. Deməli, o qədər gözəl yazıb ki, adam dayanmaq istəmir. Nə deyir? Anasına bunu vəsiyyət edir ki, mən ölərkən əbəs yerə ağlama. Bu deyir, bu dünya fanidir. Mənim üçün yas tutma, qara bağlama. Dünyanın əzəldən deyir, axırı budur. Yəni, hər kəs bu ölümü dadacaq. Sən mənim ölümün qarşısında əyilmə, mətanətlə dur. Və deyir ki, əgər sən illah da mənə yas saxlamaq istəsən, o zaman neyinə? Deyir, böyük bir məclis qurdur və həmin məclisdə bir süfrə aç, insanları o məclisə dəvət elə və de ki, kimin ki yerin altında
bir əzizi, bir doğması yoxdursa, o təamlardan yesin. Və İskəndər inanırdı ki, o təamlardan heç kim yeməyəcək. Çünki hər kəsin bir doğması, bir əzizi o qara torpağın altındadır. Deyir, əgər görsən ki, kimsə o təamdan daddı, yəni əgər bu dünyada elə bir kəs varsa ki, onun qara torpağı tapşırdığı bir doğması, bir əzizi, bir yaxını yoxdur, gəlib bu adam yeyəcəkdir o yeməkdən, o zaman yaxşı. Sən yas saxlayarsan, o zaman qara bağlayarsan, mənim üçün ağlayarsan. Yox, əgər görsən ki, o yeməkdən heç kim yemədi, o süfrədən heç kim dadmadı, onda sən də yas saxlama. Yəni, anasından deyir ki, ölüm tək mənim üçün deyil də, hər kəs ölüb, ölür, öləcək. Ölüm hər kəs üçündür. Bunun üçün yas saxlama. Deyir, 2 qat uzun da olsaydı ömrüm, axır yenə bir gün vardı bu ölüm. Ən uzun ömür də kifayət deyil. Nə fərqi, yaşadın 30 ya 100 il. Əlimdə qalmadı bu saxta saray, siz də səbr eləyin, salmayın haray. Şəbdizim sıçradı çaydan o taya, məndən salam olsun bu dosta aşnaya. Bizi azad etdi zindandan fələk, hamı azad olsun, görün bizim tək. Deyir ki, mənim ömrüm 2 qat olsaydı da, axır əvvəl bu ölümü yenə dadacaqdım. Nə fərqi var, deyir, 30 yaş yoxsa 100 il. Onsuz da ən uzun ömür belə yaşamağa kifayət deyil. Deyir, mənim də əlimdə qalmadı bu saxta saray. Siz də səbr eləyin, salmayın haray. Məktubu yazdırıb o yola saldı, özü də cənnətə sarı yol aldı. Dolanıb görmüşdü o bir çox yeri, başqa bir yerə idi indi səfəri. Tufan başlayarsa almağa qisas, balıq da yüzənlər əsla qərq olmaz. İpək karxanası bil bu dünyanı, orada hərlənər çox tağlar var. Biri boşalanda o biri dolar. Dünyanın sirrini boşdur axtarmaq, üstü tüstü duman, altı toz torpaq. Bu tozdan, tüstüdən görünür hər an, çarpışır, vuruşur yerlə asiman. Sazişə gəlsəydi göylə yerə gər, bizi yer üzündən süpürməzdilər. Nizami, gəl qurtar axır sözünü, qorxutma özgəni, nə də özünü. Sultanın bəzminə gedəndə mehman, yolun yarısında olma peşman. Eşit sözlərini, huşu güş ilə, acı badəsini alıb nuş elə. İskəndər bu camdan murada çatıb, içi bu badəni əbədi yatıb. Sultan sağlığına kim içsə şərab, nuş olsun, içənlər olsun feyziyab. Beləcə, bununla da yekunlaşdırmış olduq. Burada biz çox nəsihətamiz sözlər görürük. Və deyir ki, nə deyir burada, hansı nəsihətamiz sözlər deyir. Nəsə, orasını bildik ki, belə bir məktub yazdı və anasından yola saldı və bundan sonra cənnətə sarı yol aldı. Yəni, İskəndər dünyasını dəyişdi. Bu hissədə verilməyən çox maraqlı bir yer var. Orada İskəndər vəsiyyət edir ki, mən deyir, öləndə mənim əlimi tabutumdan kənara qoyun və əlimin içinə bir ovuc torpaq qoyun. Qoy, kənardan baxan hər kəs görsün ki, mən bu boyda dünyaya hakim olsam da, mən bir dünya fatihi olsam da, bu dünyadan apardığım bir ovuc torpaq oldu. Yəni, hakimiyyət üçün, var dövlət üçün, bu fani dünya üçün bu qədər savaş vermək, bu qədər çalışmaq hamısı boşdur. Nəticədə o dünyaya köçəndə hər kəsin aparacağı, hər kəsin qovuşacağı o bir parça torpaq olacaq. Və dediyim kimi biz burada nəsihətamiz sözlərini görürük və deyir ki, axırda öz-özünə ki, Nizami gəl qurtar deyirsən axır sözünü. Nə özünə qorxud, nə də özgəni. Və bununla da o bu möhtəşəm əsəri yekunlaşdırmış olur. Əslində İqbalnamədə də bizə təqdim olunmayan çox maraqlı hissələr var. Amma lap əvvəldən də dediyim kimi, mən sizi çox yükləmək istəmirəm. Ehtiyac da yoxdur yükləməyə. Onsuz da kifayət qədər böyük həcmdə təqdim olunub bu əsər sizə. Biraz da mən böyüdüm, biraz da mən gelişləndirim. Amma olduqca möhtəşəm bir əsərdir. İskəndərnamə həqiqətən mənim fikrimcə Nizami dühasını biz bu əsərdə lap açıq-aşkar görürük. İqbalnamənin son tamam başqa cür bitir. Əslində burada bizə verilən kimi bitmir. Amma yenə deyirəm, onları sizə deyib, sizi yormaq istəmirəm. Amma istəsəniz bir də bir əlavə canlı açaram.
İskəndərnamənin orijinalından çox gözəl bir dərs keçərəm sizə. Tamlığı ilə hər şeyi danışaram. Xəbərdar olarsınız, amma onlar test predmeti olmursa, test predmeti olacaq məhz bunlar idi, bu danışdıqlarım idi. Bunları öyrənməniz kifayətdir. Biz bununla, bu dərslə İskəndərnamənin məzmununu öyrənib yekunlaşdırmış olduq. Qaldı bir dərs, həmin bir dərsdə də biz İskəndərnamə əsərinin forma və məzmun xüsusiyyətlərini tanış olacağıq, yəni təhlil eləyəcəyik. Olduqca maraqlı dərs olacaq, mütləq onu da izləyərsiniz. Bu qədər diqqətiniz üçün təşəkkürlər.